Salamlar. Bugün sizinlə unsuz, kəsmikli şirniyyat hazırlayırıq, zapikanka hazırlayırıq. Əvvəlcə 2 paket kəsmiyi, yəni 400 qram kəsmiyi blenderlə qarışdırırıq. Daha sonra 100 qram şəkər tozunun yarısını əlavə edirik kəsmiyə və yenidən blenderlə qarışdırmağa başlayırıq. Yaxşıca qarışdırdıqdan sonra 4 yumurtanın sarısını həmin məhlula əlavə edirik və yenidən blenderlə çalırıq. Tam maye kimi bir forma alana qədər blenderlə qarışdırırıq. Yumuşaq bir maye halına gəlir. Krem formasını alır. Daha sonra isə biz bir paket vanili əlavə edirik və yenidən blenderlə qarışdırırıq. Üzərinə 100 qram qarğıdalı nişastəsi əlavə edirik və yenə blenderləyirik. Dayanmadan blenderləyirik. Burada ehtiyatla eləmək lazımdır ki, uçmasın. Və keçirik artıq bezənin hazırlanmağına. Bunun üçün tam şəkildə yumurtanın ağlarını əlavə edirik mikserə. Diqqət etmək lazımdır ki, içərisində heç 1 qram da sarı qalmasın, yoxsa bezə alınmayacaq. Mən ilk ən sürətli moda qoydum mikserdə və getdikcə ağarmağa və köpüklənməyə başlayır. Tam belə krem formasına gələnə qədər bu şəkildə mikserlədikdən sonra qalan şəkər tozunu əlavə edib yenə mikserlə çırpırıq. Və artıq bezə hazırdır. Hər iki məhlulu bir-birinə əlavə edirik. Lakin bezələri elə edirik ki, köpük atmasın. Altdan kəsmikli məhlulu bezənin üzərinə spatula ilə çəkirik. Qarışdırırıq bir-birinə. Mən etdiyim qaydada edirsiniz. Bezəni əzmirsiniz. Altdan üzü yuxarıya doğru məhlulu gətirirsiniz. Tam qarışdırdıqdan sonra isə 20 santimetrlik yumru qablara yağlı kağız sərib eləmək lazım idi. Lakin məndə 20 santimetrlik qab olmadığı üçün mən şüşə qaba elədim, yağladım şüşə qabı. Üzərinə vişnə əlavə elədim və hazırdır. Nuş olsun. Like eləməyi unutmayın.